Dayandığımız ərazi Xaçmaz rayonunun Əzizli kəndi ərazisində yerləşən meşə massividir. Xaçmaz şəhər sakini Xəqani Vaqif oğlu Rəhmətovun 59 yaşlı Xaçmaz şəhər sakini görmə məhdudiyyətli Gülxar Cahangirovanı bu meşə massivində öldürərək bastırdığı bildirilir. Hələlik faktla bağlı Xaçmazın hüquq mühafizə orqanları hər hansı açıqlama vermir. Fakta görə Xaçmaz rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən Xəqani Rəhmətov Xaçmaz polisi tərəfindən saxlanılıb. Xaçmazda 2 il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb. Şəhər sakini 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyul ayının 18-də itkin düşmüşdü. 2 il aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, qadın rayonun Əzizli kəndi ərazisində meşə massivində qətlə yetirilib və elə orada da bastırılıb. Bizim medianın mikrofonuna danışan Gülxar Cahangirovanın bacısı Gülçöhrə Muradova deyib ki, qətl hadisəsini Xaçmaz şəhər sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən Xəqani Vaqif oğlu Rəhmətov törədib. Mənim bacım qətlə yetirilib şofer tərəfindən. Şofer tərəfindən. Onu amansızcasına, onu əziyyətlə öldürüb, əziyyətlə. Özü çıxıb gedib küçənin başına, bu taksi şoferi keçəndə əl eləyib buna. Bu da 5 manat verib buna ki, mənə FMK'nın yanında düşürt. Bu da bunu aparıb düşürtməyib orada, gedib bunun üçün bir dənə kontur alıb. Kontur alıb, kaşloku açanda görüb bunda 1000 manat pulu var. Kaşlokunda pulu var. Bacınızın? Bacımın, pensiyasını alırdı, yığırdı da özü için. Onu götürüb, aparıb, qulağında da qızıl sırğası olub, üzüqü olub parmağında. Onları da soyub, götürüb, şeyləri də, pulları da götürüb, aparıb Xaspolatovanın meşəsinə. Orada deyir ki, maşından itəliyib atdım yerə. Sonra gəldim, baxdım ki, gördüm ölüb. Sürüyüb aparıb atdım meşəyə. Meşədə bastırıb yoxsa atıb gedib? Daha onu mən bilmirəm də, dünən gedib çıxartıb yatırlar sümüklərin. Rəis mənə söz verdi ki, mən sənin bacımı tapacam. Mən dedim 2 ildir bu iti, gündə 100 kilo yığırdım, danışırdım, deyirdim niyə tapılmır da bu, niyə tapılmır, nə sorağı çıxmır. Oğlan da yalandan deyirdi ki, mən onu FMK-da düşürtmüşəm. Birinci qrup əlil, ruhi xəstə və görmə məhdudiyyətli qadın tamah məqsədi ilə qətlə yetirilib. Mənim o xəstə bacımı, ruhu xəstə, 2 gözündən kör, əlil, birinci qrup əliliyi. Mənim bacımı öldürüb, zülümlə, zülümlə. Gözəl. Ailəmdən ayrılmışdıq, xəstəydədən yatmışdıq. Ona anam öləndən sonra mən yatıb saxlamışam, 10 ildir yanımda. Çox zülüm çəkib, xəstəxanalarda yatıb ruh xəstəxanalarda. Sən onu niyə öldürürsən, alardın pulunu öldürməz. Üzüm sırğası olub, üzüm olub əlində qızıl. Onları götürüb. Alardın onları öldürməzsin də yazığı. Niyə öldür? Gülxar Cahangirova itkin düşəndən 2 il boyunca ailəsi, xüsusilə də bacısı onu ümidlə gözləyibmiş. Öldürüldüyünü eşidən ailə şok keçirib. Gülçöhrə Muradova bacısının ölümündə təqsirli bilinən Xəqani Rəhmətovun ömürlük həbs cəzasına məhkum edilməsini istəyir. Mən cəza tələb edirsiniz. Cəza mən tələb edirəm ondan, ömürlü gözü də. Köməksiz və ruhi xəstə qadını qətlə yetirib bastıran Xəqani Rəhmətov Xaçmaz polisi tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Aytəkin Alxaslı, Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.